Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Əziz yoldaşlar, hara gedirik? Ya Allah, getdik. Allah yardımcımız olsun. İnşallah. Ömrümün en şirin duygulu qayğısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri.
yaraşıq verir təbiətə, bihuş olur görən gəlir heyrətə. Təravətli bulaqların var sənin, gözəlliyin bənzər olub cənnətə. Dağların yaraşıq verir təbiətə, bihuş olur görən gəlir heyrətə. Tərabətli bulaqların var sənin, gözəlliyin bənzər olub cənnətə. Ürəyimizdə sən hər zaman Ağdərə, Qarabağa səndən açılır pəncərə. Gəlir görənlər sənə heyran qalır, səndə çoxdur göz oxşayan mənzərə. Ürəyimizdə sən hər zaman Ağdərə, Qarabağa səndən açılır pəncərə. Gəlib görənlər sənə heyran qalır, səndə çoxdur göz oxşayan mənzərə. Fəxirli, hörmətlidir insanların, dəyərli, qiymətlidir insanların. Ürəklərində var vətən sevgisi, şərəfli, qeyrətlidir insanların. Fəxirli, hörmətlidir insanların, dəyərli, qiymətlidir insanların. Ürəklərində var vətən sevgisi, şərəfli, qeyrətlidir insanların. Ürəyimizdə Ya yanlış istemişler. Onun da adı yerim. Şaka atarım sana. Bıçağa geldi. Gələ ispat, asfalt da tökürəm. Asfalt. Töküləcəm, gəlin səfər. Gələ səfər gələcək. Buna mənim ustayan qaldı. Üzürlü hesab edin, gələn səfər asfalt tökəcəm. Deməli 50 ilimizi, məktəbimizi. Hə. 95 yıldır kalmışız. Onlara, Çayla geleceğiz. o da çatıyor. Hepsizlikle geleceğiz. Kime Möhkəm durum lazımmış da yığışa bilər, ha. Kısmet. Sizi bilmirəm, ben geleceğim. Yavaş yavaş gelin, gelin. Getdik. Ordulan kimi de götür. sən hər zaman Ağdərə, Qarabağa səndən açılır pəncərə. Gəlir görənlər sənə heyran qalır, səndə çoxdur göz oxşayan mənzərə. Ürəyimizdə sən hər zaman Ağdərə, Qarabağa səndən açılır pəncərə. Gəlib görənlər sənə heyran qalır, səndə çoxdur göz oxşayan mənzərə. Vüqarlı dağların var ucqar sənin, dəmir filiz yataqların var sənin. Möcüzələr bəxş edib Allah sənə, hər tərəfin cənnətə oxşar sənin. Vüqarlı dağların var ucqar sənin, dəmir filiz yataqların var sənin. Möcüzələr bəxş edib Allah sənə,
Hər tərəfin cənnətə oxşar sənin. Ürəyimizdə sən hər zaman Ağdərə, Qarabağa səndən açılır pəncərə. Gəlib görənlər sənə heyran qalır, səndə çoxdur göz oxşayan mənzərə. Ürəyimizdə sən hər zaman Ağdərə, Qarabağa səndən açılır pəncərə. Gəlib görənlər sənə heyran qalır, səndə çoxdur göz oxşayan mənzərə. Yeriniz cennet olsun. Ruhunuz şad olsun. Onların tökdüyü Yerdə qanın qalanlarınıza, hesabına hə. biz bura ziyarətə gələ bilmişik, ayağımızı bu torpaqlara basa bilmişik. Onlar cənnətlikdilər və ölməyiblər, onlar Yaşayırlar, bizimlərlə, bizlə yaşayırlar. yaşayır onlar. Biz hamımız bilirik ki, şəhidlər ölmür. Ölmür. Onlar ruhu gedir, onlar bizləndir həmişə. Allah hamısına rəhmət eləsin, bildik ki, onlar O cənnətlikdir və o zirvəyə də ucalıblar və onların da sayəsində biz bura gəlmişik. Biz bura gəlmişik. O Şəhid o vaxt ölür ki, o vaxt onu unudurlar. Bəli, onlar unudulmur. Onlar bizim qan yaddaşımızdır. Biz onları heç vaxt unutmarıq. Onların şücaətini, onların əzmini, onların qoçaqlığını biz dilimizdə cümləyə, kəlməyə sığdıra bilmirik. Ancaq nə deyə bilərik ki, biz deyirik ruhunuz şad olsun, məkanınız cənnət olsun. Allah yerdə qalanlarınıza səbir versin. Bizləri bu məkana, bu vətənə, bu torpağa 35 ildən sonra qayıtmağı bizə qismət edib onların sayəsində. Onların ruhu şad, yerləri cənnət. Nə bilim, onlar bizim bir də işıqlıya baxan gözlərimizdir, nəfəsimizdir. Yəni sözlərə sığmaq olmur. Onların ruhu şad olsun. Yerləri cənnət olsun. Zaten cənnətdir, amma yerində biz deyirik.
vereceğim sen 2 alırsan. Bir dakika dayan bak. Değerli ölçek. Danışacak biraz tutalım. Buyurun. Bizim hem 35 illik orta mektep bitirdiğimizin 35 illik yubileyimizdir. Aynı zamanda da biz burada yarım kalmış arzumuzu gerçekleştirmeye gelmişik. Çünkü o zaman biz o mundar ermənilərin əlindən son zəngimizi qeyd eləməmişik. Yarımçıq qaçmışıq. İmtahanlarımız yarımçıq qalıb, arzularımız yarımçıq qalıb. Şükür Allah'ın bu gündən. İndi biz hamımız gəlmişik, özümüzü o yaşda hiss eləyirik. Bu torpaqlara baxırıq, ürəyimiz sevinir. Ən azından nə qədərinə dağılmış da olsa, sökülmüş də olsa, tökülmüş də olsa, bizdən ötürü doğmadı, əzizdir. Allah'ın bu gününə şükür ki, Allah bu günləri bizə qismət elədi. Allah şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Onların sayəsində biz bu günlərə qovuşmuşuq. Min kərə şükürlər olsun, Allah ermənilərdən əhlət eləsin. Bu məktəbin ağacı, daşı, hər çöpü bizim uşaqlığımızın xatirələri ilə doludur. Bizə şahidlik eləyib bu ağaçlar, bu daşlar. Biz də bu xatirələrlə böyümüşük, 16 yaşımızda buranı tərk eləmişik. Tərk eləmişik. Məcburiyyət qarşısında tərk eləmişik. 50 yaşımızda qayıdıb gəlmişik, bu günə şükür. Buna da şükür. Buranın hər daşında bibərini qorusun. Amin. Biz burada əlimizlə ağac əkmişdik, gül əkmişdik, oyunlar oynamışdıq, bayramlar keçirmişdik. İnşallah o ağaçların nəvələr özləri əkər. Davamlı olsun. Bundan sonra nə bilim, inşallah zamanı gəldikdə bura hər yan abadlaşacaq, əvvəlkindən də gözəl olacaq. İnşallah. Yeni nəsillər inşallah. Gəlin indi biz kəsək hamımız burada konlaşaq. Bəlkə başqa yoldaşlarla nəsə demək. Kim istəyir, kimin də ürək sazına deyə bilər. Biz də danışırıq. Bu məktəbin sayəsində ali təhsil almışıq. Şükür. Yəni bu günə. Çox şükür, çox şükür. 2, 3. Bismillahirrahmanirrahim. Alqışlar. Mən də deyirəm ki, bu təşəbbüsü kim yaratdısa, kim təşkil eləsə, onlara öz təşəkkürümü bildirirəm. Gəldik. Öz adımdan, bax bu oğlanlar adından. Çox sağ olun ki, bax belə bir təşəbbüsü irəli sürdünüz, bizi gətirdiniz belə. 35 ildən sonra çomalaşdıq. 10-cu sinifimiz yox, 1-ci sinifimizi xatırladım. 1-ci sinif oradan düşəndə anamız, atamız əlimizdən tutdu, getdi bura. Bu günləri özümüz atamız, anamız yaşda gəlmişik. Ölənlərə rəhmət, qalanlara can sağlığı. Yoldaşlarım dediyi kimi, həqiqətən də bu 35 ildə bu torpaqlara çox həsrət qaldı. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə şəfa versin. Veteranlarımıza can sağlığı versin. Çox sağ olsunlar ki, bu günü bizə yaşatdılar. Allah gənə şəhidlərimizə qəni-qəni rəhmət. Amin. Buyurun. Allah müəllimlərimizə, ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Onlar düşməklə, o güllə ilə, o müharibə ilə yenə təhsilimizi verirdilər. Mən elə biləm bizdən də çox universitetə qəbul olan hələ öz peşəsini seçən, 16 ən bizim sinif olmuş. günü dərsə gəlirdik, axşam biz oğlanlar çıxırdıq posta. Yadınıza düşür? Eşq olsun. Axşam çıxırdıq posta, Səhər dərsimizdə davam səhər gəlirdik, yuxulu dərsimizi keçirdik. Eyni zamanda da müharibə zamanı bizim sinif yoldaşlarımızdan döyüşənlərimiz var ki, biri də nitq söyləyən idi. Hə, çox sağ ol. Sağ olsun. Allah canlarını sağ eləsin, hamısına ömür versin. Oğlanları da 2-ci Qarabağ müharibəsində döyüşdülər, Eşq canlar olsun. Döyüşür. Eşq olsun. Allah Allah hamısının canını sağ eləsin. Pilotlu biri Zeynəb də Obamin məsələn həkim kimi fəaliyyətdə məzun olub. 44 ildə. Ezam olunmuşdu. Həm döyüşürdü, həm xəstələrə İşləyirdi, işini. Digərləri də onun kimi. Hamı canla başla vətənin xidmətində. İcazə İndi bu versəniz saat bir olsa biz dənə yenə gedərik. unutdu. Məktəbin o vaxtki xatirəsinin birini danışardım. Buyurun, buyurun. Hardasa 9-da oxuyurduq. Bizim də bax bu gördüyümüz oğlanlar biraz dəli doluydular, nadinc idilər. Gözəl də rəhbərimiz var idi, direktorumuz Zabil müəllim. Allah can sağlığı. Allah canına dəyməsin. Sinif rəhbərimiz də Mehbal müəllim idi. Allah ona canını sağ eləsin, ömür versin. Müəllimlərimiz çox idi, çox gözəl müəllimlərimiz var. İndiki müəllimlər kimi gedib oturub hazırlığa göndərmir uşaqları. Düz deyil, biz həm hazırlaşırdıq, həm də Öz oxuyurduk. müəllimlərimizin sahəsində getdik, məktəblərə girdik, ona söhbət yox.
Bir gün gəldik dərsə, nəsə bir nadişliyimiz olmuşdu. Zabil müəllim bizi kom çıxartdı, ayağa qaldırdı, dedi, sabah 9 tamamda bu qapıdan içəri girəndə 9'unuzla başınızı keçər qırtırıb gəlməsəniz, heç birinizi məktəbə buraxmayın. Daha o iki eləmək olmazdı o sözü. Səhər açıldı, el oldu ki, həmən günü mən qoyun novatında oldum. Aradan çıxmışsan. Qoyun novatında oldum, gəldim səhər məktəbə girəndə gördüm 7 oğlanın altısına keçər atır. Mən də belə oturmuşam saçla. Zabil müəllim girdi içəri, belə baxdı. Belə birdən məni görəndə dedi ki, arxaya görüm mənə bu. Dedim, eşidirəm. Dedim, bu nə məsələdir? Bu yoldaşlar hamı qırxırsan. Dedim, müəllim, məni üzr hesab elə. Dünən qoyun novatında olmuşam. Bir gün çatan kimi qırtdırayım. Həmən gün məndə ona söhbət yox. İndi həmən müəllimlərimizə Allah can sağlığı versin. İndiki müəllimlərimiz də pis deyil. Mən pis demərəm. Prosto o vaxtı çox gözəl hörmət var idi, tərbiyə var idi. Doğru. İndiki məsuliyyət var idi. İndi İndi laf öz uşaqlarımız olsun. Valla Valla keçirsən görsən müəllimlə zarafat eləyir, danışır. Amma biz yox. Şəxsən mən öz sinifimdən danışıram. Biz görürdük ki, Zabil müəllim oradan gəlib, bu məktəb həyatında yox, baxıdıq o dağlarda. Yolumuzu dəyişirdik ki, Zabil müəllim görəcək, deyirik sağ olun. Dünən nə gəzirdiniz o? Biz elə bir müəllimə Gözəl günlərimizi ermənəlim. Həqiqətən. Allah ermənin bəlasını versin. Amin. Sağ olun. Çox sevinici. Qoşqar gəlirdi ki, Kosura müəllim Faykıda Moskvadan danışanda poçta gəl Şakirə deyirdi. Şakir də buna deyirdi ki, Kosura müəllimə gəlsin. Elə sevinirdi ki, Qoşqar gəlir o xəbər verəndə. Kosura müəllim gedirdi 5-10 dəqiqə belə biraz Ən xoş günümüz onda keçirdi. Mənim üçün də çox şaddır, çox sevindiricidir. Məktəbə baxdıq, həm sevindik, həm İki dəfə kədərləndik. gəlmişəm, yəni həyəcanım keçirmişəm. Amma bir arada olmaq həqiqətən də çox sevindiricidir. Yəni hamınızı yenə deyirəm, çoxları bir-ikini görmüşəm, bəzi toyda zaten, amma bəziləri görməmişəm. Bir daha hamınızı ürəkdən burada salamlayıram. Çox sağ olun. Burada da dediyi kimi, yəni həqiqətən də biz şəhidlərimizə borçluyuq. Çünki onların sayəsində, həqiqətən onların sayəsində Cənab Prezidentin sənin nəticəsində rəhbərliyi sayəsində, güclü ordumuz sayəsində biz yəni öz torpağımıza qayıtdıq. Burada dedilər şəhidlərə rəhmət oxundu. Bu günlərə şükür. Bu günü bizə yaşadanlar. Şəhidlərin ruhu böyük. Yəni biz şəhidlərin heç ruhundan mənik. Qardaş da dediği kimi şəhidlərə biz ruhundan mənik. Şəhidlərin ruhu Allah'adır, Allah'a əmənatdır, onların adı da bizə var. Buna görə də onlara rəhmət eləsin, qazilərimizə can sağlığı. Çox şad, çox şad. Sağ olun. Bax indi bizim hamımızın 50 yaşının üstündə, 50 yaşı keçmiş insanlarıq. Gör, ömrümüzün demək olar yarısından çoxu gedib elə başa düşürəm. Amma bizim bugün yaşadığımız gün var. Bu gündən də belə 50 il yaşasaq bu günün dəyəri kimi heç bir dəyər olmayacaq. Ən dəyərli, ən yadda qalan günümüzdür. Mən elə qəbul edirəm. İnanın ki, bu söhbət ki çıxmışdı. Həmin gündən mən o hissləri yaşaydım. Hamımız bir arada, hamımız bir yerdə. Yəni mən onu təsəvvür edə bilmirəm. Nə yaşayacağım, nə görəcəyim sevindiyimizdə. Nə gecə koordinatörlər nə günüz, o telefon daha gözlərim də açıqını tağırdım, yaxşı görmürdü hərfləri. Çox sağ olasın. Siz ki həyəcanlanırsanız biz də sizlə bərabər. Hə, oğlanlar da bizə hamısı. Ən çox nədən əziyyət çəkdiniz? Heç nədən əziyyət çəkdik. Yox, qaçqın olan vaxtı. Qaçqın olan vaxtı çox əziyyət çəkdik, hansını deyim. Qonşuluqdan, yaxşı qonşuluqdan əziyyət. O hissləri hamımız yaşamışıq. O günləri unutduq. Yenə də şükür bugünkü günümüzə ki. Ən çox vətən həsrəti. Amma mən də sevinirəm. Dünyasının dəyişənlərimiz olanda ilk o anı fikirləşdim ki, Allah'tan şəhidlərimizə, keşke nə bilim, vətənimizə qayıdıb olsun, orada dəyişənlərimiz. Bizim kəndimizdə demək olar ki, bayaq uşaqlar dedi, indi təkrarsızlıq olmasın. Yəni çox yaxşı alimlər, ziyalılar yetişib. Ona görə ki, burada yaxşı müəllimlər olub, yaxşı təhsillər veriblər. Çox sağ olsun. Ölənlərə yenə rəhmət, qalanlara da can sağlığı deyirəm. Getdik. Sağ olun. İnşallah İlyas sənin yoldaşın. Bak bu buna değinen Ermenistan. Buna değinen Ermenistan. Biz bu məktəbi hava şəkildə qurulmuşuz.
yetersiniz. Sağ olun, yetersin. Hoş geldin, hoş geldin. Mutluya hoş gelmişsiniz. Bura haraydı hal-hazırda. Çınarlı. Çınarlı bular. Yetti kardeş büyük. Yok, Çınarlı bular. Allah'ım bugün de şükür ki geldik kendimize çıktık. Bilir ama hiç kime demiş. Ay boş ver, 5 kilo al, üstüne.
Gedər bizim nə hanı? Benim sizin lezzet yoktu, bilmem şöyle. Şimdi ben gelene sonra da koşar burada durmuşmuş. Yani böyle damcak bana böyle. İğracı biri. Allah canınızı sağ eləsin. Artıq biz hardayıq? İnşallah ki, buradan hər kəsin evinə gedirik. Hər birinizin qonağı olarıq inşallah. Merhaba Bellur, Umutlu sakinliyəm. Bu günlər Umutluya gəlmişik, sinimimiz gəlmişik, məzun kimi. Kəndin başındayıq, axırıncı ev demək olar ki, burada mənim daimin evi idi. Amma indi baxırıq, heç nə yoxdur. Amma şükürlər olsun ki, bu gün Şükürlər olsun yenidən ki, bu yəni günlər Umutluya gəlmiş, qayıtmışsınız da. kəndimizi ziyarət edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Hərbiçilərimizə can sağlığı versin, qazilərimizə şəfa versin. Şükür bu günə. Ali Baş Şükür Komandanımızın Allah'ın bu can günə, sağlığı versin. Ali Baş Komandanımıza Allah can sağlığı versin ki, 200 ildə belə bir tarix yazdı. Bəli. Görünməyən bir tarixi yazdı. Allah onu var eləsin. İnşallah o gün olar yəqin ki, bizim də kəndimiz bərpa Neçə ildən olar. sonra kəndə gəlmişsiniz yəni? 34 il bir ardasa biz buradan çıxmışıq. Tamam. 34 ildir ki, məktəbimizi tərk eləmişdik. Demək olar ki, Və bu bu gün də günləri həmən yenidən məktəbimizdə ziyarət elədik. görüşdük, ziyarət elədik, o günləri xatırladıq. Şükür bu günə. Yakın gelmene dilber. Ay Allah ne güzeldir bu ne dilber, bu ne dilber. Ay Allah bu ne dilber, ay Allah bu ne göz kaş. Bu dünya sizin olsun memnun. Su qovşana qədər qoşqar mənlikdən narahat olun. Süleyman Beyli. Ha, bura kimin evidir? Süleyman Beyli'nin bak Süleyman müəllimin, Zabil Beyli'nin atasının evi. Zabil müəllimin atasının evidir. Yoksa Zabil müəllim, evinizə xoş gəlmişik. Buranın gözəlliyi məhv eləyiblər. Hara gəlmişik? Kimin evinə gəlmişik? Bizim məktəb direktorumuz Zabil müəllimgilin evidir bura. Aha. Biz oranı görürük amma həm Təəssüf sevirik, həm ki, kədərlənib dağılmış. şoka düşmüşük. Yəni o gözəllikdə evinə günə bərbad ediblər. Heç evdən əsər əlamət yox. Yoxdur. Kədərlənirik, həm də sevinirik ki, ən azından heç olmasa Bəli. gəlmişik. Ən azından torpağımıza gəlmişik. Hə, bunu görsək belə, yəni o bizə xoşdur. Bəli. Buyurun, xoş gəlmisiniz. Düzdür, Zabil müəllim bu günləri burada yoxdur. İnşallah o günlər nəsib olsun ki, özü sizi burada yəni qəbul eləsin. Oğlu buradadır. Bu gəl. İnstitutda qəbul olan ili, bax o heyva ağacının altında biz oturduq, qeyd elədik. Mən hardaydım az onda. Hamımız burada. Mən də gəlmişdim. Hamımız burada. Ağzı yaddaşım da tez pozulur. O mənim yadımdan çıxmır da. Desən mən də buradaydım. Hamımız burada. Hamımız gəlmişdik. Bax bu heyva ağacının altında oturduq, süfrə açmışdılar. Ay, sağ ol. İsti havaydı. Allah rəhmət eləsin. Anası. Anası da Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Amin. Sənin ev dünyasını dəyişənlərin bu torpaqdan gedib hamısına Allah rəhmət Biz eləsin. Medusda qəbul olmuşdu, amin. Onu burada qeyd elədik. Ondan sonra da qaşqın düşdü. Düşdü, hə, bilmədik yəni. Hə, Zabil müəllimin haqqında çəkdiyim video materiala baxmışdınız ümumiyyətlə? Hə. Pensiya çıxan vaxt. Hə. Bax, onu mən çəkmişəm. Hə, Allah köməyiniz olsun. Baxmışam. Hə, sağ olun. Sağ olun. Yəni bizi sizlə də tanış eləyənlərə də təşəkkür edirəm. Çox sağ ol. Zaura Zəbiyyətiniz təşəkkür çox edirəm. gözəldir. Bizim icra nümayəndəmiz Zaura. Bəli, bəli, qardaşımızdır. Sonra Məhəbbətgilə təşəkkür edirəm. Həm sizin Qardaşımızdır. yoldaşınız kimi sonradan mən sizi ümumiyyətlə heç görməmişdim. Deyəndə adını mənə Zaur deyəndə mən ona dedim mən onu tanımıram amma eşitmişəm sadəcə. Çox İndi sağ gördüm Minnətdaram. Əsas odur ki, işlərimizi yüksək
İstəsə evi də qaydasına qoyuruq. Çox sağ olun. Hər tərəfli və qabiliyyətli çəkiliş Təşəkkür aparırsınız. edirəm. Canınız sağ eləsin. Çox video çəklərinize baxmışıq. Minnətdarıq. Çox sağ olun. Var Yəqin ki olun. bizi də peşman eləməzsiniz. Allah eləməsin, ona söz. Var olun, var olun. Bizə də o gözəlliyi çəkib verər. Bəli, 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 bəli. Onlar hala gəzirlər, oralar, nə bilim. Baxmışdım videoya. Ha, bura haraydı? Burada uşaq bağçası yerləşirdi. Umudlu kəndinin uşaq bağçası Bəli. yerləşirdi. Qədimi bina idi. Yəni sizin ata yurduna yaxın. Bəli. Qaynatamın evinə Qaynatanızın- yaxın. bəli, bəli. Mənim ata yurdum biraz Bəli, kəndin bəli, orta başa düşdüm. tərəfində olur. Burada da həmən bağçanın bağı var idi. Çox gözəl meyvə ağacları var idi. Üzümlər var idi. İndi onlar yoxdur. Bəzi ağaclar da quruyub. Bəzi gənc ağaclar əkilir. Nə bilim, mən məsələn buranı görmüşəm, ona görə mən tanıyıram. Amma məsələn üzr istəyirəm, mənim Yəni bu övladım günləri gəlsə, xatırladınız da o günləri yəni. bu. İkisi həyəcanlıyam. Çox həyəcanlıyam. Məsələn mən bayaq orada oturmuşduq, bu həyəcanı keçirmirdim. Amma burada yaşamışam, mənim uşaqlığım burada kəndin bu hissəsində keçibdi deyə. Umudlu kəndində böyümüşük, uşaqlığımız burada keçibdi. Buralar bizim məskənimiz olubdu. Yəni yaşayış məskənimiz. Yaşayış məskənimiz olub. Bəli. Əlbəttə ki, uşaqlığım burada keçsə, deməli biz burada yaşamışıq. Bəli. Amma indi o evlərdən əsər əlamət yoxdur, o ağaclardan bağçaya əsər əlamət getmişik yoxdur. Ay sağ ol. Bağçanın heç bir dənə daşı yoxdur. Bağçaya Burada sağ mənim qaynatamın atasının evi var idi, Umudlu kəndində yaşayan ağsaqqallardan, mötəbər ağsaqqallardan biri idi. İndi heç onun evinin bir dənə daşı da yoxdur. Məsələn, mən bilirəm ki, onun burada evi var idi, amma gənc nəsil gəlsə heç biri Amma bilməz. bu günləri yenidən o torpaqlarda yenə də biz varıq. Varıq. Əlbəttə ki, şükür bu günə. Çox Şükürlər olsun, şükür. şükürlər olsun. Sağ olun. Sağ olun. Umutluda gözəl bir mənzərə. Deməli, Umutluluğun digər bir küçəsindəyik. Yəni biz yuxarı gedirik, hələ bilmirik hara gedirik, kimin evinə gedirik. Amma burada elə başa düşürəm ki, yəni ermənilər evdə biraz bərpa işləri eləyiblər. Getdim dedim narahat olma. Gəlib burada ondan da qəşəng çəkir. İnşallah. Allah qismət eləsin. Allah haqqını aşağı. Hamısı gözəl belə 2 mərtəbə, gözəl evlər. Bağ rənginə bax. Nəyə baxım dedin qardaş? Təbii gülə. Təbii gül. Təbii Bu dəfə xanım bizim bəhlədən Bazıgət görün qadan. icazəsini alıbdı. Bu Həmin nədir? köməncidir. Həmən kömənci. Onun belə qabığını təmizləyirsən, papam onu soyutma. Onunla ləzzət edir. Kətdə həmçə yeridirlər. Dərman deyil. Hə, qoşqa bizim o yanımızda bizim orada torpaq sahəmiz var ki. Hər dəfə gələndə papam orada bir dəstə məruzə yığır. Mehmet babasının mağazində. Aha. Mənim atam burada işləyir. Çox Yəni o gözəl. müharibə vaxtında Bəli, bəli. mənim atam yəni mağazində unu, çayı, hər şey heç nəyə əskir Eşq olsun. Eşq olsun. Uşaq nətər gedirsə elə bir ki bizdən qabaq həmişə yer gəlibdi. Allah rəhmət eləsin Mehmet dayıya. Amin, amin, amin. Mehmet dayı kəndimizin ən gözəl belə deyək, cavanlarından, axırlarından, Eşq olsun. axsaqqalarından biri idi. Eşq olsun. Çox gözəl insan idi, Allah rəhmət eləsin. Bu mağazini və işlədən Mehmet dayı. Qızım görürsən bu erməni xislətidir həqiqətən. Belə şeyləri yəni özünüzdə yəni bir tarix yazmalısınız. Belə sənin o kövrəlməyin ona bəs.
Yok çövreme de. Ablam ölüyüm baba. Şükürler olsun ki Şad olsun diye seni buraya getirdik. bu sevinç hisslərdir əslində. Sevinç göz yaşarı. Bəli. Min şükür ki Şükürlər sənə olsun nəsə ki- gəlib yad edirəm. Uzun illərdən sonra sən özün gəlib burada, yəni bunu yad edirsən. Çaşdıdı. Topka bura. Her şey öz yerinde. Muharrem benim yanımdaydı. Bana karşı dedi ki Allah'ım olsun. Hiç yadımdan çıkmıyor. Dedi sana veren kurban. Ben görmeyeceğim ama siz göresiniz. Dedim sana olur görmeyeceksin. Kısına gördüğü şeylerine değil ama dedim orada Həm qızı, neçə ildən sonra gəldin bu kəndə? 34 ildən sonra. Bura haradır? Bura rəhmətli Məhrəm dedəmin Yox, evi. ümumi bura haradır? Bura Umutlu kəndir. Hansı evə gəlmişik? Məhrəm dedəmin evinə. Xoş gəlmisən. Çox sağ ol. Məhərrəm babamın evidir bura. Qəzənfər Allah rəhmət eləsin. Məhrəm də deyərək, çiçəklə yerləri cənnətli olsun. Özləri gəlib buranı görmədi, amma biz gəldik, ziyarət elərik. İnşallah nəvələri gələr, görər. Gözəl məhlər. Fərid, mənim uşaqlığım bax bu həyətdə keçib. Bu məhəllədə çox oynamışıq. Deyirəm ki, həqiqətən adam baxanda pis olur. Deyirsən ki, indi özləri sağ olsaydı, özləri gəlib buranı qismət olsaydı, görsəydi, bəlkə də indi özləri... Bəli. Yəni, Allah rəhmət eləsin, ruhları şad olsun. amin. Belə bilirsən, məhəbbət bir balan zamanı adama elə gəlir. Bunu sor. Can. Babamın hər işləri var. Fərid, bura babanın yurdudur, qadan qalın. Get. Buran çox dağıtmışlar. Bunların evi durur, hə, görsün də. Xatirə var, görsün durur. Amma hansı ki ev yoxdur ki, orada heç xatirə də qalmayıb deməsən. Gedirsən boş torpaq. Sən bunların qapısının türünə bax. Məhəbbət, hansı otaqda yatırdın, əm qızı? Bu saçda. Hansında? Kes görüm o yeri. Ağlama, təmkinli ol. Şükürlər olsun bu günümüzə. Bir zamanlar. Remont evinde hiç burada kalmadı. Geldim o taraftan. Yiyip içip burada geldi yatırdı. Gel. Amin. Bak ev kalandı kızım. Hasire vardı. Ama o küçük yedirsen çok şey. Bura nə idi? Yadına gəlir? Bizim zalimimiz. Alma. Yetişib, kaldı. Bunlar həmişə tez yedib. Bütün almalarda qabaq yetişirdilər. Bəlkə sən də yadında oladın. Bütün həyətlərdə var. Hansı yenə də adam belə baxır. Ne gör? Bir xarab olur. Məktəbə həmişə birinci balmadan gedib apardı. Qıza gəlir. Allah rəhmət eləsin. Həmin dayı çox əziyyət çəkmişdi. Ev tikib, içini bəziyib. Əlbəttə. Məhəbbət gəl, məhəbbət. Gedədən al. İnanırsınız, bax o boyda evləri remont eləmişdilər. Bax burada yerdilər ki, yatmaq ora gedirdilər. Həqiqətən çox əziyyət çəkmişdilər. Məhəbbət. Bu günləri Umudluda gününüz necə keçdi? Çox Eşq olsun. Həla, dörd dörtlük. Eşq olsun. Ömrümüz biraz uzandı. Xeyli gəşləşdik. Qayıtdıq o uşaqlıq illərimizə. Çox gözəl. Yəni Yəni bu bunu sizə həqiqətən eşq olsun. çox sağ ol, təşəkkür edirəm.
Bunu kəlmələrə, sözlərə sığdıra bilmirik də biz ki, fikrimizi nətər çatdıraq bu gözəlliklərə. Yerim narahatı tam tabii. Bilirəm. Allah canınızı sağ eləsin. Ömrünüzü uzun eləsin. Həmişə belə gözəl günlər çəkəsiniz. Xoş günlərimizi çəkəsiniz. İnşallah. Ben çok istəyərdim ki, o gölün qırağına da gedim, amma nəysə bilmədim, niyə gitmədik. Qadağalar var, qismət olar düşər. Nətər qoymayacaqlar, o bir yerə yer var, hamısında adam var, orada gedərəm buralar. Hara gedirik? Bərt, hara gedirik? Əhmətli Nur babam kilə. Sen niye aşağı gidiyorsun? Ya ben yolu tanıyıram mən. Zaten ona Sərdar, sizə yedirik, qardaş. Amma hələ düz yolu tapa bilmirik. İnşallah ki, taparıq. Sərdar, oğlun 34 ildən sonra ata yurduna gəlir. Sizin evin girişi hardan idi? Buradan dedi, hörüp şey ediblər. Buradan qapatırlar. Evin girişi buraydı. Bak giriş oradan idi. Bak yok bağlayıblar. Buranı bağlayıblar, bax görür, bax, malades. Görebilirsən. Görebilirsən. Qardaş, eviniz hansıdır dediniz? O ağ evin qabağı. Ağ ev, ağ ev. Onun böyrü Valeyem girdi. Bir böyrü... Qabağı da biraz aynalıdır, hə? Üstündə də quş damı var. Bəli. Onun böyrü Vahid Əmgil'in, rahmetli Vahid Əmgil'in. O birisi Zülfü Əmgil'in evidir. Və ondan qabaq İnqilab Əmgil, bu da Şimşək Əmgil'in evidir. Əla. Buraya da gelmişler, teze gittiler. Ha, Ukrayna kızı da orada işliyor. Kızı ürək həkimi. Bax buralar idi təxmini. Hə, bax buraydı, ay sağ ol. Düzünə düşmüşdü.